Hər vaxtınız xeyir olsun, əziz birinci kanal dinləyiciləri və izləyiciləri. Qarşınızda Leyla Əkbərova da hər birinizə xoş axşamlar diləmək istəyirəm. Və bugünkü qonağımız Mehirdad Şahverdiyan Azardır. İlk növbədə təşəkkürlərimi bildirmək istəyirəm qonağımız olduğunuz üçün və sizləri tamaşaçılarımıza tanıtmaq istəyərdim. Mən də sizdən təşəkkür edirəm və sizin baxıcılarınızdan. Mən Mehirdad, Muzik TV'si şirkətinin sahibiyəm. Muzik TV'si müzik üzrə Gürcüstanda çalışır. Biz 1,5 sənədir buradayıq. Yəni 7 sənədir mən gedirəm, amma 1,5 sənədir bu işlə məşğuluq burada. Əskidən keçən sənə kaç tane konsertimiz vardı. International konsert olarak. Bu sene de üzerimizde ayın 20'sinde Sia'nın konsertidir. Bilirsiniz, Babito çok tanınmış birisidir. Çok yerlerde olubdu. Elədi, həqiqətən elədi. Evet, biz söydük bunu Gürcüstan xalqına da hədiyyə eləyək. Gəlsin burada olsun. Çox gözəl düşünürsünüz. Bu şəkildə varıq. Başqa proqramlarımız da vardı. Sizə anlatacağım. Çox şey var. Evet. Bəli, qeyd etmişdiniz siz ki, 20 oktyabr tarixində Sia'nın konserti keçiriləcək Gürcüstanda və sizlərə də bildirim ki, hazırda mənim əlimdə 2 bilet var Sia'nın konsertinə. Efir boyu müəyyən suallar verəcək və cavablandıran şəxslərə Sia'nın konsertinə biletləri hədiyyə edəcək. Bunun üçün aktiv olmağa səsləyirəm sizləri. Qeyd etdiniz ki, müəyyən konsertlər keçirirsiniz. Nə vaxt sizdə bu ideya yarandı ki, Gürcüstanda da bir konsert keçirək? Vallahi Gürcüstan bilirsiniz, Qafqaz üzrə tarihin mərkəzidir. Bu hamı bilir bunu. Zaten de biz bir Azərbaycanlı olaraq Gürcüstanda yaşayaq. Bilirsiniz, Azərilər çox aktiv birisidirlər də. Gürcüstanda yaptığımız bu konu Gürcüstanın tarihi ilə, Gürcüstanın kültürü ilə ilgilidir. Yəni mən Avropada, Amerikada yaptığım 14 sənədir bu işlər. Gürcüstanda da mənə bir təşviq idi ki, mən Gürcüstanda bu işi görəm. Və nə düşünürsünüz? Yaxşı olacaq Gürcüstanda konsert? İşin əvvəlidir. Mən heç canımı sıxmıram, amma bilirəm ki, hər şey iyi olacaqdır. Bəs ilk konsertiniz hansıydı keçirdiyiniz, yəni təşkilatçı olaraq? Biz burada mən Otelyanı getdim. Andriyanı getdim. Onun kənarında Batumuda 4-5 tane de farklı bir international konsert geçirdik. Türk şarkıcılarına. Şimdideki 20'sinde Sia ile başlıyoruz. Sia'dan sonra başka yine konsertlerimiz vardı. Bəs nə üçün? Bir çox belə deyək müğənnilər var. Bir çox populyar müğənnilər var. Həmçinin mahnılarımızı bəlkə də bir çoxumuz əzbər bilirik. Nə üçün sırf Sia'nın konsertini keçirməyi planlaşdırdınız məhz Gürcüstanda? Sia bilirsiniz 6 ay içərisində Azərbaycanda 3 kərə Bakıda konsert yapıbdı. Bəli. Hər 3 proqramında da ən dolu və çox iyi gedibdi. Bizim burada çox Azərbaycanlımız vardı. Siyanı nə tək Azərbaycanlılar, Gürcülər də söyürlər. Yəni, dünyada bir tanınmış birisidir. Biz dedik, nə gözəl Gürcüstanda olsun. Çox gözəl düşünürsünüz. Bəs sizdə bu sahə maraq nə ilə yarandı? Bildiyimiz qədərilə həmin bu konsertləri təşkil edən insanların sayı o qədər də çox deyil. Nə üçün məhz bu sahəni seçdiniz? Yəni maraq nə vaxt yarandı? Bilirsiniz, hünər, aşk, ürək, insan birləşmiş bir şeydir. Yəni bu içəridən gələn bir sevgidir. Hünər işi görmək, yəni bu işlərlə ilgilənmək. Mən bu işi çox sevdiyim bir işdir.
Yəni bağlantım var bu işə, açıq deyim. Zevk alıram bu işdən. Neçə ildir bu sahədəsiz? 14 sənədir mən bu işdəyəm. 14 sənədir. Evet. Və sizin əsas ixtisasınız bu sahə ilə əlaqədardır yoxsa fərqli bir ixtisas üzrə təhsil alırsınız? Mən hüquq məzunuyam. Doktoram var hüquqda, amma dedim mənim sevdiyim işdir. Qəlbiniz başqa bir yerə. Ürəyimdən, yəni mənə bu aramış verən bir işdir, açıq deyim sizə. Çox gözəl. Bəs ilk təşkilatçı olduğunuz konserti harada keçirdiniz? Bu Gürcüstan daxilidir bura yoxsa digər ölkələrdə? Almaniyanın, yəni Almaniya, Hollanda, Avropanın üzərində yəni çox bir rezonam var. 14 il. Las Vegas'ta evet. Las Vegas'ta rezonam var. Bu işləri yapmışam yəni. Amma Gürcüstan bazarı bu konuda mənə 2 sənə, 2,5 sənədir ki, bu məni zevkə gəldi ki, mən Gürcüstanda da bu işi görəm. Və bu səbəbdən də muzik tibisini Gürcüstanda səbt elədim. Çox gözəl. Biraz müzik tibisi haqqında danışsanız. Muzik tibisi muzik konusunda, yəni organization'da, yəni muzik açıq deyim sizə, biz bir stüdyo varımızdır. Mən bunun kənarında bir TV yapıram. Muzik TV'ni burada başlamışam, yəni bir seri işləmlərin görürəm. Bu stüdyo konusunda çox işlər görür. Yəni müzik sahəsində bunun çox işi vardı. Kənarında təbii ki biz organizə konsert işlərdə kəndi sevimimizə görə yapırıq. Çox gözəl. Növbəti suala keçid etmədən əvvəl bir daha səsləndirmək istəyirəm ki, 20 oktyabr tarixində Mehrdad bəyin təşkilatçılığı ilə Filarmoniya konsert zalında keçiriləcək Seyanın konserti və hazırda əlimdə həmin konsertə 2 bilet var və biz maraqlı suallarla qarşınızda olacağıq. Həmin suallara düzgün cavab verən şəxslər bizdən həmin bu biletləri qazanacaqlar. Bizimlə qalın və aktiv olmağa çalışın. Nə düşünürsünüz? Gürcüstanda həmin bu yeni belə deyək fəaliyyətə başladığınız bu sahə inkişaf edəcəkmi? Hazırda olan vəziyyət sizin xoşunuza gəlirmi? Evet, mən Gürcüstan'a inanıram, bilirəm bu iş Gürcüstanda çox iyi yürüyəcək. Və bugünə qədər də mən Gürcüstan dövlətindən, Gürcüstan xalqından çox məmnunam, məmnuniyyətimi bildirirəm. Yəni mən bunlardan iyilik görmüşəm, açıq deyim. Kendim bir jurnalist olaraq bunu söyləmək zorundayam. Yəni söylədiklərime də sahibəm. Amma xop, bilirəm, inanıram bunu. Bu iş burada çox böyüyəcək və Gürcüstan vaqiətdə tarihi var. Yəni bağlıdır, bu cür deyim, hünərlə bağlıdır Gürcüstan. Çox gözəl qeyd etdiniz, təşəkkürlər. Bəs gələcək planlarınızda hansı müğənniləri, əgər planlaşdırmayıbsınızsa belə, hansı müğənnilərin konsertini təşkil etməyi planlaşdırırsınız, belə desək? Valla planımız ki Biraz vardı. sevindirsək bizləri. Planımız ki vardı, bir seri Azeri şarkıcılar. Planımızda 1-2 kişi var. Ve Türk şarkıcılarından evet 1-2 kişi planımızda var. Amerika şarkıcılarından. Məsələn, onlardan kimləri səsləndirə bilərik? Mənə ya müsaadəsiz mən şimdi ad vermeyeyim. Bakın bu konu Belə biraz olsun. yani dostlarımız biraz çok hızlı hareket edirlər burada. Mən ad vermeyeyim, isim çəkmeyeyim. Bəli, bunlar var, yapacağıq. Mən bir şərh bölməsinə nəzər yetirmək istəyirəm. Kamil Akbarov bizi salamlayır, həmçinin Zakir Eyvazlı da salamlayır. Mənim maraqlandığım bir sual var. Həm bu konsertlərin təşkilatçılığında, məsələn, planlaşdırdınız ki, bir konserti keçirmək istəyirəm. Sizin qarşılaşdığınız ən böyük problem nə olur? Valla baxın, Gürcüstanda ən böyük problem yer problemidir, salon problemidir. Yəni ölçüsü mü uymur, yoxsa onu Yəni kirələmə məsələn burada kirələmə falan bu konular xop
Var, hər zaman var. Amma bir məsələ var burada. Burada böyük bir, çox əzəmətli bir konsertin yeri biraz rahatsızlıq gətirir. Məsələ bizim bir dənə böyük salon var burada. 8000 nəfər sportça saxlayır. Adını yanlış söyləməsəm. Ondan sonra da bir böyük bir yerimiz yoxdur. Yəni var, Batumuda yol çox aralıqdır Tiflisdən. Yol problemi həmçinin. Yol problemi, amma yer problemi hər zaman var burada. Yol ilk növbədə elə yer problemi Yer deyirsiniz, problemi, yer evet, problemi. yer problemi Bəs var. məsələn biletlərin satışı problem yaradırmı? Baxın, biletlərimiz zaten Gürcüstanın tiket ovarcısında satılır. Tiket online'ında satılır. Bu ümumiyyətlə başqa yerlərdə biz bu tiketlərdə var. Gedib götürə bilər, amma çox tanınmış bir yer tiket ovarcıdır. Tiket online'dır. Hər zaman baxın konsertdə satış sorundur, yer sorundur. Yəni bunlar hamısı sorundur. Amma bunlar sizi rahatsız edəcək. Ya söyüb dayanacaqsınız, Ya da ki ya söyməyib kənara çəkiləcəksiniz. çıxacaqsınız. Bu hər zaman var. Zakir Eyvazlı qeyd edir ki, Leyla xanım qonağınızı bir daha təqdim edə bilərsinizmi? Bizim bugünkü qonağımız Mehirdad Şahverdiyan Azardır və qeyd edim ki, 20 oktyabr tarixində Filarmoniyada Seyanın konserti keçiriləcək və təşkilatçılarından biri olaraq məhz Mehirdad bəydir. Bəli, efirimizə xoş gəlib bir daha. Çox təşəkkür edirəm. Mən də bu vasitə ilə sizin eşidənlərinizə, görənlərinizə salamlayıram. Çox sağ olun. Siya ilə əlaqədar belə danışsaq desək, razılaşdımı məhz ilk cəhddən Gürcüstanda konsert keçirməyə? Siya zaten Gürcüstanı bilir, tanır. Yəni Siyanın menajeri Gürcüdür. Oo, bax Evet. bunu bilmirdik. Siyanın menajeri Gürcüstanlıdır. Siya buranı çox iyi bilir. Amma təcrübəsi Gürcüstandan şayət çox olmaya, yəni bura gəlməyibdi, buranı bilməyə. Əlbəttə Siyanın konserti əskidən burada olubdu. Bunu da qeyd edim mən. Amma Gürcüstan xalqını çox iyi söyür. Sevir. sevir. Səbəb də budur ki, dedim, menajeri Gürcüstanlıdır. Təbii ki, yəni o baxımdan da. Bəs bu bir ilişki vardı bu arada. Çox gözəl, çox gözəl. Və icazənizlə mən bizim sualımızı təkrarlamaq istəyirəm. Qeyd edim. Bir daha səhv etmirəmsə 2 dəfə qeyd etdim, lakin bir daha qeyd etmək istəyirəm. Əlimdə olan biletlər Filarmoniya konsert zalında keçiriləcək olan Seyanın konserti üçün bizim ayırdığımız biletlərdir və həmin 2 sual səsləndiriləcək bizim efirdə. Bir bilet qazanmaq şansınız var sizin və sualı səsləndirmək istəyirəm. Sualı qazanan bileti də əldə edəcək. Sual 1-ci kanalla əlaqədardır. Əslində, 1-ci kanal hansı ayda yayıma başladı? Bu sualın cavabını düzgün cavablandıran şəxs biletlərdən birini əldə edəcək. Bəli, o zaman biz davam edək. Siya ilə soruşdum əslində Siyanın tam razı olub-olmadığına. Gürcüstanda səhv etmirəmsə ilk dəfədir konsertdə. Evet. İlk Əskidən dəfədir olub. konsertdə. Evet. Əskidən Gürcüstanda olub Siya. Bəs konsert haqqında Gürcü xalqına məlumat verdiyiniz zaman, yəni Gürcüstan əhalisinə və ya qeyd etdiyiniz kimi tiket.cidə Evet. siz paylaşıbsınız. Reaksiya necə idi? Reaksiya. Vallahi baxın, bu işi biz organize yapanıq. Ən konsert gününə qədər heç bir şey bəlli olmaz. Yəni hətta siz konsertə bir 3 saat qalmış da heç bir şey bəlli edəməzsiniz. Yəni ola bilər Aventkase satış qapının önündə tiketin satışından çox ola. Bunu heç zaman bəlli etmək olmaz. Yəni mən deyəm ki, məsələ bu kötü satılıbdı, iyi satılıbdı, yox. Bura qədər o istədiyimiz qədər satış vardı. Amma bilmirik o gün nasıl olacaqdı.
Qarşılama nasıldır? Siz də səbirsizliklə Amma bunu bilirik, gözləyirsiniz. evet. Bunu bilirik ki, sevirlər. Gürcüstan xalqı, Azərbaycan xalqı bunu çox sevirlər. Çox gözəl. Gələcək planlarınızda da qeyd etdiyiniz kimi bir çox müğənni var. Evet. Və Azərbaycan olsun, xaricdən olsun, hətta Amerika müğənnilərindən də gətirəcəksiniz və ümidvaram ki, çox yaxşı konsertlər təşkil olunacaq burada. Sizdə hazırki soruşmaq istəyirəm əslində, Gürcüstanın hazırki vəziyyəti ilə siz tanışsınızmı bu konsertlə əlaqədar olsun? Bu, yəni keçiriləcək olan konsertlərlə əlaqədar və ya keçirilən olan konsertlərlə əlaqədar nə deyə bilərsiniz? Baxın, burada xalq çox bir aktiv bir xalqdır. Yəni hünərə bağlı olan bir xalqdır. Gərəkmir bəzi ölkələrə məsələn bir şeyləri öyrətmək. Zaten bilirsiniz. Bir insanın kültüründə, bir insanın mədəniyyətində hünər olsa, yəni onu yaxınlatmaq, ona bağlantılıq çox rahat bir işdir, açıq deyim sizə. Mən belə düşünürəm ki, burada yaptığımız işlər, yapacağımız işlər çox rahat bu xalqa aydındır, tanışdılar bunlar. Yəni çox zorlanmayacağıq burada, açıq deyim. Çox zəhmət çəkməyəcəyik. Bir şərh bölməsinə nəzər yetirmək istəyirəm sizin də. İcazənizlə Handan Bayramov aprel deyə qeyd edir. Avanios deyə bir istifadəçimiz iyun yazıb. Ravil Məmməd Həsənov bizi salamlayır və sizi tanıdığınızı həmçinin qeyd edir. Və Kamil Akberova may deyə qeyd edib. Bəli, siz düzgün cavablandırdınız. May ayından etibarən birinci kanal fəaliyyətə başladı və digər sualımızı da səsləndirəcək mütləq növbəti dəqiqələrdə bizimlə qalın, izləyin bizləri. Bəli, biraz gələcək planlarınız haqqında daha ətraflı məlumat almaq istəyərdim, lakin həmin bura keçmədən əvvəl siz qeyd etmişsiniz ki, hüquq fakültəsində oxuyubsuz, hətta doktorsuz. Bu hüquq fakültəsindən digər bir sahəyə, tam fərqli bir sahə, əlaqəsi olmayan bir sahəyə keçmək necə oldu sizin üçün? Bu mənim ailə branşımdır. Hünər mənim ailə branşımdır. Ailəm əskidən çox, yəni, nasıl deyim sizə, sinema işində, teatr işində. Bu hünər şayət məni onların vasitəsilə, bu bizim ailə bir sevgimizdir. Məni hüquqdan hünərə keçirdib bu konuya gəlməmin səbəbi ailəm. Çox gözəl. Yəni hüquqdan keçmək deməli o qədər də çətin olmadı sizin üçün əgər ailənizdə var idisə. Yox, çətin ki deyildi. Bütün çocuqluqdan bəri biz bunu ailəmizdə təcrübə eləmişdik, görmüşdüm. Amma dedim, bu sevdiyim, çox zevq aldığım bir işidir. Bir sualım da var. Buyurun. Bəs bu təşkilatçılıq ümumiyyətlə konsertlərin təşkilatçılığı böyük bir məsuliyyət istəyir ilk növbədə. Bəs bu təşkilatçı ruhuna sahib olmaq üçün ilk növbədə nəyi bacarmalısan, nəyi bilməlisən, əgər bu sahədə işləmək istəyirsənsə? Yəqin ki, sizdə kiçik addımlarla başladınız 14 il ərzində. İlk addımlarınız çətin oldumu? Təbii ki, insan bir şeyi başlayanda çox ağır və çətindir. Amma siz nasıl üniversiteye girirsiniz, üniversitenin əvvəli sizə çox ağırdır. Təbii ki. Yavaş, evet. Master, doktora, profesorluq, yavaş siz rütbə alıb yuxarı qalxırsınız və bu sahədə də öyrənirsiniz. Mən də bu sahədə başladım. Bir şeylər bilirdim, bir şeylər öyrəndim. Çoxlarından iyi bir şeylər öyrəndim. Hala da şayet çox şey bilmirəm. Öyrənirsiniz hələ də. Evet, hala da öyrənirəm. Amma baxın, əvvəldə hər zaman, hər bir şeydə zorluq var. Təbii ki. Məsələn, Gürcüstanda biz bu işi başlamaq çox zordur əvvəldə. Hərəkətimiz ağırdır. Amma yavaş
Gürcü vətəndaşlar zaten orada beraber çalışırıq ofiste. Onlar da bize yardımcı oldular. Sizin Efer de bize yardımcı oldu. Yani bunlar elden tutmak. Elimizden Tabii ki. tuttular yavaş yavaş. Evet. Siz hüquq üzrə təhsilinizi harada aldınız? Ben international hukuk mezunuyum. Yani diplomatik hukuku konularda faaliyetim vardı ama hiç bu sahada hiç çalışmadım. İşləyə bilmədiniz. Yok hiç çalışmadım. Yok çalışmadım yani açık diyeyim. Ruhum farklı bir konudaydı. Ama atam çok sevdim, anam çok sevdim. Bunların isteğine yaptım. Çox Evet. gözəl. Çox gözəl qeyd etdiniz və bir daha səsləndirmək istəyirəm ki, bizim bir biletimiz var Seyanın konsertinə, hansı ki 20 oktyabr tarixində keçiriləcək Filarmoniyanın konsert zalında və növbəti dəqiqələrdə biz sualda səsləndirəcəyik növbəti sualı və sizləri aktiv olmağa səsləyirəm. Bəli, ümidvaram ki, həqiqətən Siyanın konserti çox təntənəli şəkildə keçəcək. Ümidvaram buna. Ben de bir qol amin deyirəm. Bu Gürcüstanın xalqı, Azərbaycanlıların, yəni bizi görənlərin yardımı ilə umaram ki, bu bizə gözəl bir başlanğıc bu ölkədə ola və bizi yardımcı ola başqa bir yeni bir hareketlerimize. Belki de bu hareketler çok büyük ola. Ama bilirsiniz, insanın her zaman elinden tutup hareket etmek bir ülkede, bir evde, her yerde. Bu bir sevgi, güç insana verer ve insan bu hareketi çok iyi şekilde yapar. Sizin şirkətlə əlaqədar daha ətraflı məlumat almaq istərdim. Nə zaman yarandı sizin şirkət? Şirket 1,5 senedir. Müzik TV'si. Ama benim farklı bir şirketim vardı Amerika'da. Ki Avrupa'da da bu konuda o şirketin üzerinde çalışırıq. Bu 14 sene önceden var. Gürcistan'da 1,5 senedir bu şirket başlayıptı. Müzik TV'si 1,5 senedir. Nə düşünürsünüz? Amerikada fəaliyyət göstərdiyiniz şirkət qədər burada da inkişaf edə biləcəkmi həmin şirkət? Tabii ki, bura mənə çox yaxındır, kültürümə yaxındır. Bura mənim, yəni tariximə çox yaxındır. Şayad məsələn mən Amerikada çox şeyləri, əlim Las Vegas'da çox açıq ola. Amma bura mənə ikinci Las Vegas'dır. İkinci Las Vegas. Evet, evet. Bura mənə ikinci Las Vegas'dır. Nə fərqli bir durumla, yəni baxın Las Vegas dünyada kazinolara tanınıbdır. Yox. Mənə hünər olaraq bura ikinci Las Vegas'dır. Bu yanlış anlaşılmasın. Evet. Çox gözəl. Belə deyirsinizsə, həqiqətən bir çox insanda, həmçinin məndə də çox belə deyim, inanc yarandı ki, bəli, çox yaxşı alınacaq həmin bu konsert olsun və digər layihələr də olsun. Baxacağıq. Evet. Şərh bölməsinə nəzər yetirmək istəyirəm. Qaloşlu Cəngavər qeyd edir ki, dilinizə, ləhcənizə eşq olsun, cənublu soydaşlarımız uğurlar olsun deyə qeyd edib. Sevirəm, ana dilimdir. Amma baxın, mən fərqli bir konuda konuşuram. Bəzən cümlələrim, yəni mən Təbriz doğumluyam. Şayət fərqli ola, umarım qusuruma baxmazlar. Yəni günahımı almayın, mən bu qədər açıq deyim sizə. Şayət mənim konuşduğum fərqli ola. Amma Azərbaycanlıyam. Çox gözəl qeyd etdiniz. Sizin ilk addımlarınız konsert təşkil etməklə başladı. Evet. Yəni, bəs ilk Gürcüstanda deyil, ümumiyyətlə ilk bu sahədəki konsertiniz kimin konserti idi və harada təşkil etdiniz? Mən Hamburgda birinci konserti qoydum bir dənə Türk müğənnisinə. Çox gözəl. Evet. Bəs Mənim ən birinci hərəkətimidir. Oradan başladım.
düşündüyünüz qədər yaxşı keçdimi? Açıq söyleyeyim sizə, heç inanmırdım o qədər alına. Yəni yaxşı keçdi. Heç inanmırdım. Ama Allah'ın lütfu ve halkın yardımı arkamda durdular. Yani kırılmadım, çok sevindim. Evet. Birinci Yəqin işim. ki, bir çox işdə elə məhz ilk addımda çətin. Yəni 14 il nə də olsa bu sahədəsiniz. İlk yəqin ki, o həmin konsert olub. Konsertlə əlaqədar tərəddüdlər var idi başda. Gürcistan'da. İlkdən bəhs edirəm. Gürcistanın daha sonra keçəcəyi mütləq. Birinci defa. Evet, zaten bilirsiniz bu iş o nasıl diyorlar risk bir iştir. Ya utasan ya utuzasan. Bəs təklif etdiyiniz ümumiyyətlə sənətkarlar olsun, müğənnilər olsun, necə bir reaksiyaları var idi ilk növbədə? Yəni onlar razılaşırdılarmı, yoxsa bununla əlaqədar da problem? Birinci dəfə siz istərsiniz çox, yəni birinci başlanğıçda istərsiniz bir işlər yapasınız, bu çox zor işdir. Onlar sizə güvənmirlər. Siz güvənirsiniz, onlar güvənmirlər. Onlar mənə güvənmirlər. Açıq söyleyeyim. Amma razılaşırlar. Müəyyən təcrübəyə sahib olduqdan sonra yəqin ki, Yəni şayət də dil konusunda burada hüquq mənim çox da adıma durub. Yəni mən bir hüquq məzunuyam. Şayət dilim iyi çalışıb, amma razılaşdırmışam. razılaşdırırsınız. Evet. Burada da branşım mənim yardıma durub. Çox gözəl. Deməli, problem yaransa belə həlli təcrübə ilə əlaqədardır nə də olsa. Çünki ümumiyyətlə hər bir sahədə olsun elə düşünürəm ki, təcrübəsiz bir insan iş təklif edirsə, təbii ki, biraz tərəddüddən yaxınlaşacağıq. Evet, bu normal bir şeydir yəni. Təcrübə, bilgi, şayət çox yerdə insanın dadına dura, fəryadına yetişə. Mən də şayət bu konuda ilk başlanğıçda o kadar tecrübem olmasaydı ama bir şeyler öğrenmiştim. Yapmamıştım, öğrenmiştim. Ama yürüttüm. Açık diyeyim. Dayanmadım, hareket ettim. Hələ ki 14 ildir fəaliyyət göstərirsinizsə, həqiqətən həm güc, həm də bir baxımdan da səbir. Bəs fərqli şəhər və ölkələrdə keçirdiyiniz ümumiyyətlə konsertlər zamanı hansı problemlərlə qarşılaşırsınız? Çünki məsələn bir şəhərin mühiti fərqli olur. Bəzən insanlar olsun və ölkəni götürə bilərik məhz. Baxın, ümumiyyətlə yaptığımız ölkələrdə hər zaman oranın kültürü, oranın baxışı, yəni bəzən dil sorunu, belə şeylər var. Amma bu hünər aləmində bilirsiniz, dillər birdir. Ola bilər, məsələ siz Gürcü dilində konuşasınız, heç mənim dilimi bilməyəsiniz. Amma üstünüzdə sizin bir detail var. Siz bir artistsiniz, bir hünər əməkdaşısınız. Mən rahat eləyə bilirəm bu konuda sizinlə konuşam. Siz məni çox iyi başa düşəsiniz. Konuşa bilməsək də. Allah bizdən işarəni almayıbdı. Biz işarətlə beraber konuşa bildik. Hünər dünyada yaxın və tanınmış, yəni açıq deyim, gərəkmir başqa bir dil ola, yəni dil bir dildir. Dünyada bir dildir. Bu cür deyim sizə. Yəni sizdə də o hünər var. Məndə o hünər yoxdur, amma o qədər çalışmışam ki, hünərmənlərin kənarında hünərlər, o adamların ki hünər var, onların qırağında bir şeylər öyrənəm. Yox, mən o qədər hünər sahibi deyiləm. Bəli, çalışmışam, onların kənarında bir şeylər öyrənəm. Çox gözəl, çox gözəl. Və bir daha qeyd etmək istəyirəm, Seyanın konserti ilə əlaqədar bizə qoşulan yeni dinləyicilərimizə səslənmək istəyirəm. 20 oktyabr tarixində Filarmoniyanın konsert zalında Seyanın konserti keçiriləcək. Və həmin konsertin təşkilatçısı da bizim bugünkü qonağımız Mehirdad bəydir. Bəli.
problemlərdən danışdıq və yaxşı tərəfindən də biraz danışmaq istəyirəm ümumiyyətlə. Bu sahədə qarşılaşdığımız yəqin ki, sizə bir çox mən düşünürəm ki, daha çox siz iş təklif edirsiniz ümumiyyətlə. Bəs sizə iş təklifləri olurmu həmin müğənnilər tərəfindən? Çox az müğənni tərəfindən təklif olunar, amma baxın, ümumiyyətlə mən ölkənin istəyini hər zaman gətirmək istəyirəm. Məsələn, buranın canı istəyir, kimsə bunlara gəlsin, burada şarkı söyləsin. Yəni çox az sayda. Yox, az da deyil. Zaten baxsız bir ölkədə şayad məsələn bir artisti ölkənin yarısı sevər. Mən o ölkənin baxışı ilə, o ölkənin istəyi ilə zaten o artisti bura gətirmək istəyirəm. Artist mənə heç zaman aramaz ki, mənə bir konsert təklif eləyə burada. Xalq istər, mən artisti gətirirəm. Çox gözəl. Qeyd etdiyiniz kimi düşünürəm ki, yəni sizin də qeyd etdiyimiz təcrübəyə sahib olduqdan sonra təbii ki, daha asandır həmin bu konsertləri keçirmək və onu da qeyd edim ki, qonağımız əvvəlki dəqiqələrdə də qeyd etdi ki, Gürcüstanda bir çox məşhur müğənninin konsertində keçirəcək. Və əslində sizlərə səslənmək istəyirəm. Nə düşünürsünüz? Hansı müğənnilərin, xarici müğənnilərin konsertini keçirmək Gürcüstanda çox yaxşı olar? Baxın, qoyun mən sizin bu efirdən bir istifadə edeyim. Buyurun. Info Muzik TV'si. Yəni mən açıq deyim, istəyin məndən, istəyiz kimdir, kimi sevirsiniz, bəndən istəyin bunu. Bu mənim üçün çox gözəldir ki, siz məndən istəyəsiniz. Info Muzik TV'si e-mailindən yazılışa bilərlər bizim şirkətlə və bizdə yığaq, görək kimi çox sevirlər, kimi istəyirlər və kimi gətirməliyik bunlara. Mən bayramda, Novruz bayramında Marnovada bizim bir ortaq konsertimiz olacaqdır. Çox böyük bir organizə yapırıq bu konuda. İsim vermirəm, amma belə bir şey varımızdır. Yenə də deyirəm, məndən istəsinlər, nəyi istəyirlər, mən onu gətirirəm. Çox gözəl. Elə sizin sualınıza sanki cavab olaraq yazılıbdı. Rafael Əliyev bizi salamlayır, salam axşamınız xeyir yazır. Bizi izləyən dinləyicilərimiz, həmçinin izləyicilərimiz bizə salamlayır və Qaloşlu Cəngavər yazıb, üzr istəyirəm həqiqətən. Başa düşdüyüm qədərilə qonağınız konsertlər təşkil edir. Peyman Keyvaninin konsertini təşkil etməyi heç fikirləşibmi? Deyə sual ünvanlayıb sizə. Fikirləşərik o konuda, araşdırırıq. Baxın, zaten bu dostumuz çox sevir onu. Amma biz bunu ümumiyyətlə bir araşdırmalıyıq. Görək, bizim bu artistimizi kaç kişi söyür? Yəni siz əsasən ona baxırsınız. Sövə gətiririk. Sövə gətiririk. Axı, baxın, konsert konusunda 1 kişi, 10 kişi, yəni 50 kişi deyir. Ümumiyyətlə, normalda gərək siz görəsiniz bunu kaç kişi sevir. Artistlərimizin hamısı gözəldirlər. Hamısının səsi iyi. Hamısı sevməli. Amma mən yenə söyləyirəm. Görək, xalq kimi çox sevir. Anlada bilirəm. Düz qeyd etdiniz və Elnarə Xəlilova da Sami Yusuf deyə qeyd edib. Sami Yusufun konsertini keçirməyi zaten planımızda var. Planında var imiş. Ona görə də biraz həyəcan yarandı həqiqətən efirdən. Mən də çox sevindim.
Və sizin icazənizlə bizim növbəti sualı səsləndirmək istəyirəm. Bildiyiniz qədərilə birinci kanalın efirindən Muambe xəbərlər buraxılışı gedir və sualımız belədir. Muambe xəbərlər buraxılışının aparıcıları kimdir və saat neçədə efirdə sizin qarşınızda olur? Həmin sualı düzgün cavablandıracaq olan şəxs bizdən Siyanın konsertinə bir bilet əldə edəcək, hansı ki 20 oktyabr tarixində Filarmoniyanın konsert zalında keçiriləcək. Sualı bir daha səsləndirmək istəyirəm. Muambe xəbərlər buraxılışının aparıcıları kimdir və həmçinin saat neçədə efirdə olur? Buyurun. Leyla Babayeva bizi izləyir. Leyla xanımı salamlamaq istəyirəm həmçinin. Leyla xanım Ququş xanımı olarmı deyə qeyd edib. Vallahi Ququş xanımın zaten bir sene önce, 8 ay önce konserti vardı burada. Gürcistan'da. Ama Yenə olar yani mı deyə Gürcistan, düşünürsünüz? Azerbaycan halkı ya Gürcistan halkı Ququş Hanım'ı bu kadar sevir. Tamam biz de onu da düşündük ama 8 ay önce konserti vardı burada. Yəni əgər təşkil etsəniz belə daha çox gələcək aylarda və illərdə belə deyək. Yani bilirsiniz Ququş Hanım Azerbaycan'ın Zeynep Hanım ile beraber bir seviyededir. Çünkü hem çok Azeri şarkısı var. Düzdür İranca'da, Farsça'da da şarkısı vardı. Ve de çok Azeri dilde de şarkısı var Ququş Hanım. Yine baş üstə deyirəm. Çox gözəl. Yəni sizin əsas dediyinizə əsasən mən onu anladım. Xalq əsasən xalqın tələbatına əsasən biz keçirik konsertləri. Yani bakın ben bunu şayet bazı dostlarım, bazı organize arkadaşlarım ki bu konuda işlirlər, şayet çok gələr, para düşünürlər. Ama sevgi parayla alınan bir şey değil. Ben bu işi sevdiğime yapıram. Açıq deyim. Nəinki para peşində deyirəm, yox. Baxın, hər işdə, hər hərəkətdə bir gələr var. Amma bu xalqın nə qədər sevdiyi, istədiyi olsa, mən oradan nə qədər olsa, o gələr mənə, o da mənə çox iyi və şirindir. O mənə çox şirintərdir ki, bu Gürcistanda Gürcistan xalqı sevə-sevə bu şarkıcını istədilər, mən də gəldim. Bu çox, nasıl deyərlər, türklər deyir, dadlıdır mənim üçün. Tam mən bu konudan belə baxam ki, mən bir artisti gətirəm, təklif eləyəm. Ola bilər, bir sürü artistlər vardır, şayad məsələn Gürcistan xalqı tanımır, biz onu gətirəcəyik. Azərbaycanlılar tanımırlar, gətirəcəyik, tanısınlar, görsünlər. Amma bunların sevdiklərini mən bura gətirsəm, bunların sevdiklərini gətirib burada yaxından gördürsəm, bu çox Daha yaxşıdır. evet. Daha yaxşı həmçinin. Bəs siz əsasən konsertlərmi təşkil edirsiniz, yoxsa müxtəlif tədbirlər də keçirirsiniz? Sadəcə konsertlərmi keçirirsiniz? Konsertdən kənar mən kaç dənə festivalım olubdur. Yəni sizə açıq deyim, Gürcistanda da mən 2 dənə festival düşünürəm müzik konusunda. Ki bunlar gələcəyim bir işlərdir. Yox, tək konsert deyil. Belə bir hərəkətlər də var. Çox gözəl. Bəli, bir daha səsləndirmək istəyirəm. Bizim sualımızı Muambe xəbərlər buraxılışının aparıcıları və həmçinin saatı ilə əlaqədar sualımız oldu. Sualımızı düzgün cavablandıran şəxs 20 oktyabr tarixində Filarmoniyanın konsert zalında keçirilən Siyanın konsertinə bilet qazanacaq. Birinci kanal tərəfindən və buyurun aktiv olun. Şərh bölməsində cavabı tam şəkildə və düzgün şəkildə yazın. Nə düşünürsünüz? Məsələn, mən əsas nə maraqlandırır? Bir ölkədə, eyni yerdə, şəhər olsun, məsələn, konsert keçirdiyimiz zaman biz vaxtı nəzərə almalıyıqmı? Zamanı.
9:30 mən burada konsertlər düşünürəm. Yəni həm işdən qutulub ortada bir pauza bir zaman olub, sonra rahat konsertə gəlib və çox da gec olmaması. Məsələn 12-11-ə çəkməsi bu iş məncə Əslində elədir. Evet. Məsələn, bizdən universitetdə keçirmişdilər, Welcome Party deyə keçirmişdilər. Birinci kurs tələbələri üçün, lakin biraz gec saatlarda olduğu üçün həm mən gedə bilmədim, həm bəzi tələbə yoldaşlarım gedə bilmədi və düşünürəm ki, bu vaxt faktoru çox önəmlidir. Bunun zamanı baxın, yəni adı üstündədir konsert. Konsertin bir zamanı vardı. Biz əgər gecə partisi yapsıq, gecə partisini saat 12-dən o tərəfə yaparıq, amma konsert yox, konsertin bir zamanı var. Zaten 8:30-da qapı açılıb 9-da konsert başlayır. Hala saat 10:30-a, 10-a 11:30-a qədər də çəksə da 11-də bitir. Yəni buna normalda klub deyil. Kim bazen 16 yaşında da gəlir. 50 yaşında da gəlir. 16 yaşında biz Almaniyada saat 10'da yatmaq saati. Artıq yatırdı. Evet. O səbəbdən bunları yox. Mən nəzərdə alıram və hər zaman da mənim hərəkətlərimdə bu birinci hərəkətlərimin başındadır. Gərək zaman bəlli ola, saat bəlli ola. Yox. Bəs fəsil faktoru, məsələn, siz daha çox düşünürsünüzmü ki, yayda konsert keçirsəm, izləyici, tamaşaçı daha çox olar, nəinki qışda keçirsəm? Bunu da düşünürsünüzmü? Ola bilər bəzən, məsələn, böyük konsertlər qışın iyi olmuyor. Amma konsertin yayı qışı yoxdur. Elə düşünürsünüz. Evet. Amma bəzi konsertlərimiz vardı, məsələn, yer konusundan açıq havada çox iyice alınır. Evet, bu var. Yani konsertin yayı qışı yoxdur. Biz yayda da Çox yapmışıq, gözəl, mən qışda da də. yapmışıq. Yəni Mənim də maraqlandığım suallar arasında var idi. Biz bir sual səsləndirmişdik biletlə əlaqədar və şərh bölməsinə icazənizlə bir nəzər yetirmək istəyirəm. Deməli, Elnarə Xəlilova qeyd edir ki, Sami Yusufu sevən çoxdur, çox Gürcüstanda deyə və Nərmin Hacıyeva bizim sualımızı demək olar ki, səsləndirdi düzgün, lakin düzəliş etmək istəyirəm. Bəli, saat 7-də keçirilir, lakin aparıcıları Huri Əsgərova, Emma Bayramova və Leyla Əkbərovadır. Tam şəkildə yazmanızı xahiş etmişdim, lakin cavabı qəbul edirəm. Bəli, Nərmin Hacıyeva, siz Siyanın konsertinə bilet qazandınız bizdən və sizə çatdıracağıq həmin bileti. Sizi təbrik etmək istəyirəm. 2 biletimiz var idi. Hər iki biletin qalibi də səsləndirildi və ümidvaram ki, çox yaxşı bir konsert keçiriləcək. Həmçinin siz də çox yaxşı vaxt keçirəcəksiniz. Qeyd etdi ki, konsertin nə fəsli var, nə zamanı var. Bəs 14 illik təcrübənizdə, belə desək, ən pis alınan konsert olaraq nəyi səsləndirə bilərdiniz sizin təcrübənizdə? baxın, pis ola bilməz. Bu şəkildə ola bilər ki, Xoşlamadığınız məsələn, desək. mən zaten xoşlamadığım artistləri gətirmərəm. Belə deməyim. Mən bunların hamısına çox ehtiramım, yəni hörmətim vardı. Bunlar siz o ufaq bir mikrofonu birinci dəfə əlinə alan adamın da bir viçəsi var, bir nasıl diyeyim, istəyir də hərəkətə başlasın. O da mənim üçün çox hörmətlidir. Amma olubdur, məsələ yer sorunu varmış, tiket sorunu varmış, ya məsələn bilgi sorunu varmış. O kadar mesela biz bir başka televizördə reklam yapmışıq. Ölkədə bir başqa televizora baxırlar. Mən hər ölkədə yaşamamışam. Mən hər ölkəni çox iyi bilmirəm. Şayad məsələ deyirlər Gürcüstanda filan TV-yə çox baxırlar. Məsələ filan radionu çox dinləyirlər. Bunu mən bilmirəm. Bunu Gürcüstan xalqı bilir, Gürcüstanlı bilir. Evet, bu konular ola bilər. Yəni az gəlmə, yəni orada çox qalabalıq olma. Belə şeylər olubdur, görmüşük. Normaldır bizim üçün. Yəni motivasiyadan salmır. Davam edirsiniz. Bu yəni baxın, onlar birisində 2000 nəfər olar.
birisində 10.000 nəfər olar, birisində 500 nəfər olar. Bu, dedim, fərqli bir hərəkətlərdir. Amma ölkədə yetər ki, sizə inansınlar. Bir organize olaraq ölkədə sizə inansınlar. Ölkədə sizə inansalar, onda həm xalq bizə yardımcı olar, həm biz xalqa yardımcı oluruq. Bu, bərabər iyi yürüyər. Gözəl qeyd etdiniz. Şərh bölməsinə nəzər yetirmək istəyirəm. Nəqd pul NATO salam hər ikinizə deyə qeyd edir, bizi salamlayır və qeyd edir ki, Məhdad bəy uğurlar, konsertimiz inşallah uğurlu keçəcək məndə. İnanıram ki, həqiqətən konsert uğurlu şəkildə keçəcək. Zaten də NATO'nun bizim proqramda olması demək olar Azərbaycana bir çağırışdır. Bilirsiniz, mən NATO'nu çox sevdiyim birisidir. Bu konuda da çox yardımcı olub mənə. Bilirəm də ki, ümumiyyətlə Gürcüstan xalqı bir tərəf, Gürcüstan Azərbaycanlıları NATO'ya yardım eləmək də bir başqa konusudur bu işin. Çox gözəl. Əvvəlki dəqiqələrdə soruşmuşdum əslində, son suallara yaxınlaşırıq biz də. Kamil Akbarova qeyd edir ki, Leyla xanım, biletin birini mən qazandım, ancaq mən bileti hədiyyə etmək istəyirəm deyə qeyd edib. Kamila xanım, təşəkkürlər bileti birinə hədiyyə etmək istədiyiniz üçün və sizin biletinizi düşünürəm ki, növbəti... Siz əgər kəndisi biletin birinə hədiyyə eləmək istəyir, mən ona da bir fazla bilet hədiyyə edirəm kendisinə yenidən ki, kəndisinin də bileti olsun, o istədiyi bir adama ki, hədiyyə eləyəcək, hədiyyəsini də eləsin. Çox təşəkkürlər həqiqətən bu hədiyyə üçün və Əli Məhdad bəy də sizə bir bilet hədiyyə elədi. Təbriklər, sizi təbrik etmək istəyirəm. Sözlü kəsirəm, kəndisinin ürəyi açıq, əli açıq. Biz də ona məmnuniyyətlə bir bilet hədiyyə elərik. Çox gözəl. Leyla Babayeva qeyd edir ki, Leyla, yeni ulduzlar da dəvət etmək olarmı? Nədən olmasın? Siz bizə tanıtdırın, biz onları görək. Nədən olmasın? Yəni, əsas... Bu artistlər hamısı bir zaman yeni bir ulduzdular. Təbii ki, onu düzgün qeyd edirsiniz. Yəni ki, əsas odur ki, xalqın daha çox kimə maraq göstərdiyini siz biləsiniz. Təbii, biz zaten istəyirik xalqın istəyin yerinə gətirək. Yəni, siz nə qədər bir işdən zevk alsınız, baxsınız, görürsünüz, sizin çəvrəzdəkilər sizdən fazla zevk alırlar o işdən. O sizi çox zevkə gətirir. Yəni, 100% elər sizi. Evet. Çox gözəl. Deməli, o zaman mən sizlərə müraciət etmək istəyirəm, bizi dinləyən və izləyənlərə. Kimi daha çox Gürcüstanda görmək istəyirsinizsə, bunu şərh bölməsinə mütləq qeyd edin və ən əsası Məhdad bəy bunu biləcək, nəzərə alacaq və daha sonra artıq biləcək Gürcüstan əhalisi daha çox kimin dinləməyi sevir və ümidvaram ki, növbəti konsertlərdə də onlar iştirak edəcəklər. Mən zaten infomuzik.com bizə yazsınlar, bizə tanıttırsınlar. Yeni bir artisti sevə-sevə görək, konuşaq. Hamı 1-0-dan başlayıbdır. Çox gözəl qeyd etdiniz onu və mənə ən çox xoşladığım söhbətinizdə məqamlardan biri də oldu. Mən sizə sual verdim ki, ən uğursuz konsertiniz hansı oldu? Siz dediniz ki, hər bir konsertimi təşkil etdiyim müğənni mənim üçün eyni səviyyədədir. Bu çox gözəldir və ən əsası dəstək olmaq çox yaxşıdır. Onlar nasıl bizə dəstəklə, biz də onlara dəstək olmalıyıq. Yəni, bu borcumuzdur. Onlar zəhmət çəkiblər. Hər kəsən, hər konusunda, hər hünərində bir zəhmət çəkib. Sıfırdan qazanıb onu. Mən heç zaman, yəni nə məndən çox üstə də heç zaman onun hünərinə, onun hərəkətinə bir yanlış bir şey qoya bilməz. O hünərinin toprağın yiyib, açıq deyim sizə, biz də ona hörmət qayırıq. Və borcumuzdur da, bu hamının borcudur. Adam zəhmət çəkib.
biz də onlara dəstək olaq. Evet. Çox gözəl. Kamil Akbarova qeyd edir ki, Flora Kərimovanı olarmı dəvət etmək deyə? Ben dediğim kimi bunları bize yazsınlar. Bakın biz görək istək nasıl, kaç kişi ister. Ve mesela şayet kendisi burada şimdi ismini çekir. Şayet umumiyette çok seveni var burada. Ben bunu bilmirəm. Yazsınlar bize. Ben o kadar kəlimdən gelse, o iş ki gerekirse memnuniyetle yaparım. Çox gözəl. Leyla Babayeva qeyd edir ki, əgər bunlar həqiqətən həyata keçsə, sizə təşəkkürlər. Biz də təşəkkür edirik. Baxaq, salaq, çıxaq. O qədər ki əlimizdən gəlsə, baş üstə. Və qeyd edir ki, çox maraqlı verilişdi Leyla xanım. Təşəkkürlər. Leyla xanım qeyd edir ki, mənim məktəb müəllimim olub, həmçinin dəstək olur. Məktəbi qurtardıqdan belə dəstək olurlar mənə. Bugünkü söhbətimiz düşünürəm ki, həqiqətən çox maraqlı oldu, müəyyən məlumatlar verdik. Sizinlə bərabər söhbət etmək çox gözəl oldu, çox maraqlı həm söhbətsiniz. Və qeyd edim ki, bugün 2 bilet çəkilişimiz oldu. Siyanın konsertinə, hansı ki 20 oktyabr tarixinə Filarmoniyanın konsert zalında keçiriləcək. Sizləri aktiv olmağa səsləndirdim. Bizim qaliblərimizdən biri Nərmin Həciyev oldu, digəri isə Kamil Akbarov oldu, hansı ki öz biletini hədiyyə etmək qərarına gəldi və Mehirdad bəy ona bir bilet də hədiyyə etdi, ürəyi açıq olduğu üçün. Təşəkkürlərimi bildirmək istəyirəm və yavaş-yavaş efiri sonlandırmaq istəyirəm, lakin sizin əlavə etmək istədiyiniz bir şey varmı? Buyurun. Ben de sizden teşekkür ederim. Bu verilişdən, yəni məni yaxınlatdınız, bağladınız. Mən çox rahatça konuşa bildim. Onlar da istəklərimi məndən istədilər. Ümumiyyətlə sizdən təşəkkür edirəm. Çox sağ olun. Və istəyərdim ki, məlumat verərdiniz ki, konsertə biletləri hardan əldə edə bilərlər? Tiket varcı Gürcüstanın onlayn tiketindən. Tiket varcı, yəni tiketlərimizdə çox tanınmış tiket varcıdan bunu ala bilərlər. Başqa fərqli bir yerlərdə də tiketlərimiz vardı, yəni 3-4 nöqtədə şəhərdə. Amma mən belə düşünürəm ki, tiket varcı bunların hamısından rahat və onlayn, internet üzərindən rahat ala bilərlər bu tiketi. Evet. Yəni çox zəhmətsiz. Bəli, ticket.g'dən əldə edə bilərsiniz Siyanın konsertinə bileti, hansı ki efir boyu bir çox dəfə səsləndirdim və bir daha səsləndirmək istəyirəm. 20 oktyabr tarixində keçiriləcək. Gürcüstanda hələ ki biletlər tükənməyib, tələsin o zaman. Umarım hamımızı 20 oktyabda Filarmoniyada görəm. Mən orada olacağam. Mütləqa, sevə-sevə. Və efirimizi yavaş-yavaş sonlandıraq. Dinlədiyiniz və izlədiyiniz üçün təşəkkürlər. Sağ olun, sağlıqla qalın. Qonağımıza da bir daha təşəkkürlərimi bildirmək istəyirəm. Təşəkkür edirəm.